Salam, hörmətli izləyicilər. Biz Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bu günlərim Göyçay rayonundayıq. Göyçay rayon təşkilatının sədri Şahnəzər müəllim də bugünkü çəkilişimizə, yəni tədbirdə iştirak edir. Qeyd edim ki, biz bu günlərim Göyçay şəhər qəbirstanlığının yaxınlığında məskunlaşmış Lalə xanımın evində, evi deyəndə, yəni başqa adamın evində qalır müvəqqəti olaraq. Yəni bura gəldik, yenə də bu ailəni biz ziyarət etmək üçün və bu artıq bizim 3-cü çəkilişimizdir burada. Və qeyd edim ki, bu günlərim gəlməyimizin səbəbi odur ki, bəli, bu gün həm qarşıdan bizim gözəl bayramımız gəlir, Novruz bayramı. Mən Lalə xanıma, onun o 3 az yaşlı qızını təbrik edirəm qarşıdan gələn bayram münasibətilə və bu günlərim bildirim ki, Göyçay Təzə Bazarının rəhbərliyi yanında olduq və o da bu günlərim qərara gəldi ki, Lalə xanıma bayram sovqatı göndərsin və biz bu gün bayram sovqatını da gətirdik, Lalə xanıma təqdim etdik. Allah köməyiniz olsun. Bəli, çünki bəli, hər bir şəxs xeyir iş görməlidir. Çünki bu Quranda da var, Allahın da buyruğudur. Hər bir müsəlman yaxınlarına, kasıblara imkanını çatdıqca kömək etməlidir. Bunu da bizim bəzi bax belə yoldaşlar edirlər, sağ olsunlar, var olsunlar. Və mən bir daha bu günlərin bu çəkilişdə fürsətdən istifadə edib yenə də mən bizim Göyçayımızın imkanlı şəxslərinə səslənirəm. Yəni xalqımızın imkanlı şəxslərinə səslənirəm. Lalə xanım bu yəni kiçik bu daxmada müvəqqəti məskunlaşıb, amma o bu yaxında kiçik bir torpaq sahəsi almışdır. Yəni dediyinə görə və ona ev tikilməlidir. Lakin onun birisi ki, imkanı yoxdur, imkan çox aşağıdır. Belə deyək ki, o 3 az yaşlı qız uşağını saxlamaq, yəni həyat yoldaşı da yoxdur. Ona görə tək başına bu işdə çətinlik çəkir. Və bildirim ki, düzdür, Lalə xanım yəni dediyinə görə Göyçay sanitar təmizlikdə işlə təmin olmuşdur. Hörmətli icra başçımız Natiq müəllim Ağayevin köməkliyi ilə yəni sanitar təmizlik idarəsində işə düzəlmişdir. Yəni bilirsiniz ki, orada da maaşlar nə vəziyyətdədir. Ancaq ki, belə deyək ki, bu xanıma mütləq ev tikilməlidir və buna köməkli olmalıdır ki, o xanım da o uşağı ilə, 3 uşağı ilə o evə getsin, köçsün və orada rahat ailə qursun. Ailəsini yaşasın yəni. Mən indi Lalə xanımın özünə də yəni söz verəcəm ki, o da öz bizim Göyçaylarımızdan, xalqımızdan kömək istəyir və telefon nömrəmizi xahiş edirəm Lalə xanım. Qeyd edəcək yavaş-yavaş. 050 729 68 17. Bir də xahiş edirəm. 050 729 68 17. Siz bizim Göyçaylarımıza, Göyçay imkanlı şəxslərinə, xalqımıza nə müraciət edirsiniz? Müraciətim budur ki, yəni yeri çalışıb vuruşub almışam. Xahiş edirəm kömək eləyəsiniz. O qədər də gücüm yoxdur ki, bir ev tikəm. Uşaqları yığam ora. Burada da sığınacaq qalıram torpağın üstündə. Onun üçün düz gəlmir. Qışı çətinliklə keçirtdik. İndi yaydır. Allah köməyiniz olsun. Kim kömək eləyər, Allah canını sağ eləsin. Və mən kömək istəyirəm. İnşallah düşünürəm ki, bəli, bizim imkanlı şəxslərimiz, Göyçaylılarımız yəni bu işdə dəstək olacaqlar. Mən buna tam əminəm. İnşallah ki, yəni telefon nömrəsini qeyd etdi. Yəni onun telefon nömrəsini əlaqə saxlayarlar, gəlib onun vəziyyətinə baxarlar. Belə deyək ki, bax belə insanlara kömək etmək həccə gedib gəlməkdən daha üstündür. Çünki bizim bəzi insanlar gedir həccə, gəlir, nə qədər pul tökürlər. Amma əsas həcc budur ki, bax belə insanlara kömək etmək. Allah da belə işləri bəyənir, sevir. Ona görə biz müsəlman olaraq bunları qeyd etməliyik mütləq şəkildə ki, Allah yəni xeyrətçiləri sevir, savab iş görənləri sevir. Yəni yaxşı qullarını sevir. Ona görə də inşallah bu barədə bizim o imkanlı şəxslər də düşünərlər və Lalə xanıma kömək edərlər. Şahnəzər müəllim Göyçay təşkilatının sədridir. Şahnəzər müəllim, buyurun siz də öz müraciət edin. Bəli, mən də öz adımdan xalqımıza, imkanlı şəxslərə xahiş edərdim ki, Lalə xanıma köməklik etsin. Onun da 3 körpə balası var. Onlar da belə deyək ki, münasib, mən demirəm ki, yuxarı səviyyədə, amma münasib vəziyyətdə yaşamağa yəni üstünlük versinlər. Xalqımızdan mən xahiş edirəm öz adımdan və Lalə xanımın adından. Çox sağ olun Şahnəzər müəllim. Bəli, inşallah ki, biz də könüllü ictimaiyyətçilər olaraq cənab prezidentin çağırışına qoşularaq yerlərdə xalqımıza xidmət edirik və düşünürük ki, inşallah ki, Lalə xanımın tezliklə belə deyək ki, o evi tikilər, o da öz sevincinə qovuşar, xoşbəxtinə qovuşar və 3 o körpə qız uşağı o evdə xoşbəxt yaşayarlar. İnşallah ümid edirik.
Yəni siz də ümidinizi Allahdan üzməyin. İnşallah yəqin ki bizi görərlər və sizi eşidərlər. Bu işlərdə sizə dəstək olarlar. Allah hər kəsin kömək olsun. Xalqımızı Allah qorusun, cənab prezidentimizi Allah qorusun. Bəli, bizim xalqımız çox humanist xalqdır. Xalqımız da həmişə həmrəydir və birdir. Eşq olsun Azərbaycan xalqına. Diqqəti üçün təşəkkürümü bildirirəm.